Salam dostlar, bu videoda BGP PES atributları haqqında məlumat verəcəm. BGP PES atributları nələrdir? BGP PES atributları BGP-nin marşrutlar haqqında istifadə etdiyi məlumatlardır. Bu məlumatlar BGP-yə marşrutları müqayisə etməyə və ən yaxşı yolu seçməyə kömək edir. Məsələn, bir ruter eyni şəbəkəyə yetmək üçün bir neçə fərqli yol öyrənə bilər. BGP bu yolların atributlarına baxaraq hansı yolun daha üstün olduğunu müəyyən edir. BGP PES atributları nə üçün lazımdır? BGP PES atributları əsasən ən yaxşı yolu seçmək, trafikin hansı istiqamətdən getməsini idarə etmək, routing siyasətlərini tətbiq etmək, inbound və outbound trafiki idarə etmək üçün istifadə olunur. Əsas BGP PES atributları bunlardır: Wait, Local Preference, ASPath, Origin, MED, Nextstop və Community. BGP PES atributları haqqında qısa məlumat. Wait Cisco-ya məxsusdur. Routerun hansı çıxış yolunu seçəcəyini müəyyən etmək üçün istifadə olunur. Local Preference avtonom sistem daxilində çıxış yolunu seçmək üçün istifadə olunur. ASPath marşrutun hansı avtonom sistemlərdən keçdiyini göstərir. ASPath nə qədər qısadırsa, yol bir o qədər üstün sayılır. Origin marşrutun BGP-yə necə daxil olduğunu göstərir. Başqa sözlə desək, marşrutun necə öyrənildiyini göstərir. MED qonşu avtonom sistemə hansı yolun üstün olduğunu bildirmək üçün istifadə olunur. Nextstop Destination Network-a çatmaq üçün paketin göndəriləcəyi növbəti ruturu göstərir. Community marşrutları qruplaşdırmaq və onlara routing siyasətləri tətbiq etmək üçün istifadə olunur. Cisco cihazlarında BGP ən yaxşı yolu seçərkən aşağıdakı ardıcıllıqla PES atributlarına baxır. Wait ən yüksək olanı seçilir. Local Preference ən yüksək olanı seçilir. Local Originated routerun özündə yaranan marşruta üstünlük verilir. ASPath daha qısa ASPath seçilir. Origin daha üstün Origin seçilir. MED daha aşağı MED dəyəri seçilir. External BGP böyükdür internal BGP. External BGP ilə öyrənilən yol internal BGP ilə öyrənilən yoldan daha üstün tutulur. Nextstop'a daha aşağı metrik olan yol seçilir. Router ID ən aşağı router ID'si olan yol seçilir. BGP PES atributları 4 əsas qrupa bölünür: Well-known mandatory, Well-known discretionary, Optional transitive, Optional non-transitive. BGP PES atributlarını bilmək şəbəkə administratorlarına marşrutların hansı yolu seçəcəyini idarə etməyə imkan verir. PES atributları ilə əsasən bunlar edilir: Ən yaxşı yolun seçilməsi. Destination Network üçün bir neçə yol varsa, hansı yolun seçiləcəyi idarə edilir. Trafikin istiqamətinin dəyişdirilməsi. Trafik müəyyən ISP və ya router üzərinə yönləndirilə bilər. Əsas və ehtiyat linkin yaradılması. ISP 1 əsas, ISP 2 isə backup kimi təyin edilə bilər. Şəbəkə performansının artırılması. Daha uyğun və effektiv marşrut seçərək gecikmə və lazımsız trafik azaldıla bilər. Routing polisi yaradılması. Hansı prefikslərin hansı qonşuya elan ediləcəyi və hansı yoldan qəbul ediləcəyi təyin edilə bilər. Load balancing edilməsi. Trafik bir neçə bağlantı arasında bölüşdürülə bilər. Qısa desək, BGP PES atributları administratora BGP marşrutlarını idarə etmək, ən uyğun yolu seçmək və trafikin istiqamətinə nəzarət etmək imkanı verir. BGP PES atributlarını qısa formada izah etməyə çalışdım. Ümid edirəm ki, bu video şəbəkəni daha yaxşı öyrənməyinizə kömək edəcək. Əgər video sizin üçün faydalı oldusa, like etməyi, şərh yazmağı və dostlarınızla bölüşməyi unutmayın.